Bismillahirrahmanirrahim. Ötən bəhsimizdə istiva məsələsində mücəssimə fikirlərinə rəvac verməkdə ittiham olunan iki böyük alimin ixtilafını nəzərinizə çatdırmışdıq. Onlardan biri istivanın istiqrar, yəni qərarlaşma mənasına gəldiyini iddia etdiyi halda, digəri isə bu mənanın yalnız məxluqata aid olduğunu əsas gətirərək Allah haqqında onu inkar etmişdi. Bugün isə həmin firqənin daha iki tanınmış siması olan Bəkir Əbu Zeyd və Salih Əl-Fövzan arasındakı ixtilafı nəzərinizə çatdırmaq istəyirik. Gəlin ilk öncə Fövzanın sözlərinə nəzər salaq. O bu mövzu haqqında belə deyir. İstivaya gəldikdə isə onun mənası sələfin təfsir etdiyi kimidir. Uluv, istiqrar, qalxmaq və irtifa. İbnül Qayyim, Allah ona rəhmət etsin, belə demişdir. Gördüyünüz kimi Fövzan bu məsələdə İbnül Qayyimə istinad edir. Halbuki istivanın istiqrar mənasında işlədilməsi sələf alimlərindən səhih bir şəkildə sabit olmamışdır. İndi isə mövzunun ən mühüm və həlledici məqamına keçək. Görün, Bəkir Əbu Zeyd bu barədə nə deyir? Məşhur Vəhabi alimlərindən olan Bəkir Əbu Zeyd istiva kəlməsinin istiqrar mənasında təfsir edilməsini inkar edir və bunun İbn Teymiyyə nisbət edilməsini rədd edərək belə deyir. Bəzi iftiraçılar Şeyxülislam İbn Teymiyyə, Allah ona rəhmət etsin, Allahın ərş üzərində istiqrar etməsini, qərarlaşmasını nisbət etmişdirlər. Bu nisbət ona atılan bir böhtandır. Onun əqidəsi məlumdur və məhşurdur. Allahın özü üçün isbat etdiyini və ya Rasulunun sallallahu aleyhi və səlləm onun üçün isbat etdiyini keyfiyyət vermədən, bənzətmədən və inkar etmədən isbat etməkdir. Buraya Allahın öz şanına yaraşan şəkildə ərş üzərinə istiva etdiyini isbat etmək də daxildir. Həmin bu iftiranın rəddini Əlbaninin Muxtasarul Uluv kitabına yazdığı müqəddimədə tapa bilərsiniz. Burada Bəkir Əbu Zeydin sözləri bitir. Və həqiqətən də bu ixtilaflarda düşünənlər üçün böyük ibrətlər vardır. Vəlhamdülillahi Rabbil aləmin.